1977-ci ildə çap olunmuş bu $5 əskinaz keçən həftə Amerikanın Heritage həracında təxminən $500 satılıb. İlk baxışdan adi, əla vəziyyətdə olan dövriyyə puluna bənzəyir, amma kiçik bir detal bunu kolleksiyaçıların ən çox axtardığı valyutalardan birinə çevirir. Əskinaza yaxından nəzər salın. Görün 5 saniyə ərzində həmin fərqi tapa biləcəksiniz. Həmin detal onun seriya nömrələrindədir. Sol və sağ seriya nömrələrində bir rəqəm uyğunsuzluğu var. Solda 44, sağda isə 45 ilə başlayır. Bu mismatch serial number adlı çap xətasıdır. Əslində bu nömrələr eyni olmalı idi, çünki onlar istehsal prosesinin son mərhələsində çap olunur. Əvvəlcə böyük kağız vərəqləri üzərində əskinazın əsas dizayn elementləri, portret, möhürlər, çərçivələr və digər qrafik elementlər çap edilir. Bu mərhələdə əskinazların üzərində hələ seriya nömrələri olmur. Daha sonra həmin vərəqlər ayrıca bir mərhələdə xüsusi çap maşınından, Overprinting Press adlı çap maşınından çıxır. Bu mərhələdə seriya nömrələri və ABŞ xəzinəsinin möhürü əlavə olunur. Çap maşınında iki ayrı nömrələyici başlıq olur. Biri sol tərəf üçün, digər isə sağ tərəf üçün. Normal şəraitdə bu iki mexanizm hər çapdan sonra birlikdə irəliləyir. Lakin mexanizmlərdən biri növbəti nömrəyə vaxtından əvvəl keçərsə, bir addımı atlayarsa və ya ümumiyyətlə irəliləməzsə, növbəti əskinazın üzərində iki fərqli seriya nömrəsi ərsəyə gəlir. Ona görə əlinizə adi dollar belə keçsə, seriya nömrələrini diqqətlə yoxlayın. Çünki bu $5 martın 10-da Heritage həracında hansısa bəxtəvərə $512 bizim pulla 870 manat qazandırdı. Videomu bəyənməyi unutmayın.